Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Az24 xəbər verir ki, sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-a dək olan, Azərbaycan Respublikasının silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş, Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-nadək müddətli həqiqi hərbi xidmətə çağırılır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il iyulun 1-dən 30-nadək ehtiyata buraxılır. Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.